Dedik Səliyanda bir çay içək. Orada Qızılgül var. Əyləşdik orada çay içmək. Doğrudan hörmət əlaməti gətirdilər o roşun barıyla, konfet, şokolad, qırğın gəlmən. Səliyanda da novat pişirirlər, pişmə novat olur. Götürdüm bir dənə novat attım ağzıma belə. Çaydan bir qurtum belə içəndə vurdum buradan içərdən incitdi. Nesə, sancda elə bir. Duman nə oldu adama? Belə bağışdım. Filəndə gördüm arı çobalayır. Arı girib nobatın içərisində. Olmuş əhvalatdır. Arı girib nobatın içərisində. Mən kişiləyəndə buradan yumuşaq ətdən içərdən vurdu. Alan nə oldu? Alan bu şişdi. Alan şor yad gətirir. Tuğa gedir. Şor zad gətirirlər. Deyir şor qoymaz. O şey olmağın o şişsin. Belə oldu ki, belə sonra çatanda bu əncim əyildi. Şişdi bura belənci. Tuğa gedir yaxı. Alan sualar deyir ki, alan nə hayıracaq. Mən cəb çalanım. Deyim, dekan şeye çatanda Rakif dedi. Dekan deyir. Cəllabada çatanda saxladım mağazin qabağına. Dedim düşəşağa yarım kilo bərk konfet alıcına gec quruyan olsun. Aldı gətirdi bilmirlər neynəyəcəm. Toy yerinə çatanda gördüm güzgüdə əyilib də arı vurub. Konfetdən bir də attım olsun, ağzıma keçirtdim bu tərəfə, güzgüdə qrup qələdim özümü. Düşdük toy yerində, toyçu dedi, Bəhçılan mənim, həmişə belə görüm, maşallah, maşallah. Yəni ki, bir ay bundan qabaq toy danışıma gələndə bu dəyişiklik yarandı. Elə başa düşür ki, dedim, səs salma, arı vurub sol tərəfi sağa konfet. Toy yola verdim də, axıracaq beləncə.